Salatı hazırlamaq üçün öncə toyuq filesinin hər tərəfini qızardıram. 500 qram salat kələmini də doğrayıram. Bir ədəd şirin biberi dilimlərə ayırıb kub şəklində doğrayıram. Bir ədəd xiyarı da nazildib kub şəklində doğrayıram. Bütün ərzaqları qaba əlavə edirəm. Bir ədəd pomidoru da nazildib kub şəklində doğrayıram. Toyuğun filesini də gözəl qızartdıqdan sonra nazildib kub şəklində doğrayıram. Bütün ərzaqları qaba əlavə etdikdən sonra bir banka qarğıdalı, zövqə görə duz, qara istiot və mayonez əlavə edib qarışdırıram. Salat üçün bir kələmin yarısını 3 hissəyə ayırıb doğrayıram. Kələmi doğradıqdan sonra qaba əlavə edirəm. Bir ədəd xiyarı da 4 hissəyə ayırıb doğrayıram. Biraz da keşniş, cəfəri doğrayıram. Göyərtinə də digər ərzaqların üzərinə əlavə etdikdən sonra zövqə görə duz, mayonez əlavə edirəm. Bir banka qaruq əlavə edib qarışdırıram. Salatı qarışdırdıqdan sonra gözlətmədən servis edə bilərsiniz. Salatın hazır şəklinə də baxa bilərsiniz. Hazırlamağı sadəcə 5 dəqiqənizi alacaq çox dadlı bir salatdır. Salat üçün 4 ədəd bişmiş yumurtanı kub şəklində doğrayıram. Yumurtanı doğrayıb qaba əlavə edirəm. Digər tərəfdə 2 ədəd xiyarı da kub şəklində doğrayıram. Xiyar böyük olduğu üçün 2 ədəd xiyardan istifadə etdim. Kiçik xiyar olsa siz 4 ədəd xiyar istifadə edin. Xiyarı da doğradıqdan sonra yumurtanın üzərinə əlavə edib bir dəstə şirit doğrayıram. Bu salatı dada gətirən göy soğanı da doğrayıram. Soğanı da doğrayıb digər ərzaqların üzərinə əlavə etdikdən sonra zövqə görə qara istiot, duz, mayonez əlavə edib salatı qarışdırıram.
Çox asan hazırlanan dadlı bir salat reseptidir. Hazırlayıb siz də yoxlayın. Dadını çox bəyənəcəksiniz. Salat üçün öncəliklə toyuğun bişmiş sinə ətini nazildib kub şəklində doğrayıram. Toyuq ətini doğrayıb qaba əlavə edirəm. 4 ədəd də bişmiş yumurtanı kub şəklində doğrayıram. Yumurtanı da doğrayıb qaba əlavə edirəm. 3 ədəd təzə xiyarı da nazildib kub şəklində doğrayıram. Xiyarı da doğrayıb qaba əlavə etdikdən sonra 1 ədəd şirin bibəri də nazildib kub şəklində doğrayıram. Daha sonra biraz keşniş, biraz da şüyüt doğrayıram. Göyərtini də doğrayıb qaba əlavə edirəm. Üzərinə bir banka qarğıdalı, zövqə görə duz, qara istiot, mayonez də əlavə edib salatı bir gözəl qarışdırıram. Salat hazır olduqdan sonra servis edirəm. Salatın hazır şəklinə də baxa bilərsiniz. İnanılmaz dadlı bir salat alınır. Hazırlayıb yoxlayın. İnanın ki, çox bəyənəcəyiniz bir salat resepti olacaq. Öncə badımcanı hazırlayıram. Gördüyünüz şəkildə badımcanın qabını təmizləyib 2 yerə ayırıram. Nazildib uzun sov şəkildə dilimlərə ayırıram. Hazır olduqdan sonra qaba əlavə edib üzərinə duz səpib qarışdırıb qoyuram. 20 dəqiqə badımcanın acı suyu çıxsın. Badımcanı gözlədərkən 1 ədəd yer kökünü də rəndədən keçirdirəm. Şirin biberdən istifadə edirəm. Biberi 4 hissəyə ayırıb nazik doğrayıram. 1 ədəd qırmızı, 1 ədəd yaşıl biberdən istifadə etdim. Tavada yağ isidirəm. Yağ tam isindikdən sonra badımcanı suyunu qurlayıb gözəl qızardıram. Badımcanı gözəl qızartdıqdan sonra yağdan çıxardıram. Daha sonra biraz küncüt qovururam.
Küncüt qovruldu artıq. Sos hazırlayıram. Bitki yağının üzərinə soy və sosu, küncütü əlavə edib qarışdırıram. Qaba badımcanı, biberi, sosu, yer kökünü əlavə edib qarışdırıram. Salatı gözəl qarışdırdıqdan sonra üzərini örtüb yarım saat gözlədirəm, marinad olsun. Salatı yarım saat saxladıqdan sonra artıq hazırdır. Servis edirik. Badımcanla hazırlana biləcək çox ləzzətli, hər kəsin bəyənəcəyi inanılmaz dadlı bir salat alınır. Bu salat üçün bir kələmin yarısından istifadə edirəm. Kələmi iki yerə kəsirəm. Yarısını bir kənara qoyub, yarısını isə nazik doğrayıram. Kələmi doğradıqdan sonra geniş bir qaba əlavə edirəm. Üzərinə duz əlavə edib qarışdırıram. Qarışdırdıqdan sonra qoyuram kənarda dursun. Digər tərəfdə bir ədəd yer kökünü də rəndədən keçirdirəm. Yer kökünü də kələmin üzərinə əlavə edib yenidən qarışdırıram. Bunları kənarda 1 saat gözlədirəm. 3 ədəd kiçik boy soğanı yarım halqa şəklində doğrayıram. Böyükdürsə soğanınız 1 ədəd yetərli olacaq. 1 ədəd almanı da rəndədən keçirdirəm. Almanı da kələmin üzərinə əlavə edib sos hazırlayıram. Bitki yağının üzərinə yarım limon şirəsi sıxıram. 1 çay qaşığı alma sirkəsi əlavə edib qarışdırıram. Hazır sosu kələmin üzərinə əlavə edib bunları gözəl qarışdırıram. Bol vitaminli, çox asan hazırlanıb, çox xeyirli bir salat alınır. Bu salatı bütün yeməklərin yanında gündəlik istifadə edə bilərsiniz.